Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib. Mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına beynəlxalq hava limanına eniş edib. Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil verilib. İki qardaşını itirən tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib ki, Rusiya tərəfi baş verənləri örtbasdır etməyə çalışır. Elə təqdim edirlər ki, güya həyəcan keçirdilər və ürək tutmasından vəfat ediblər. Ancaq məhkəmə tibbi ekspertiza hər şeyi ortaya qoyacaq. Hadisə ictimailəşəndən sonra dərhal dövlətimiz çevik reaksiya verdi. Böyük bir faciənin daha da böyüməsinin qarşısı alındı. Prezident İlham Əliyevə, diaspor nümayəndələrimizə və xalqımıza təşəkkür edirəm. Onlar bu ailəyə dəstək verdilər. Mərhum qardaşlarla vida mərasimi Ağcabəddə keçiriləcək və onlar doğulduqları torpaqda dəfn olunacaqlar.